gücün bir sesi var. Bu ses həm səngərlərdə eşidilir, həm də zavodlarda, laboratoriyalarda, gecənin qaranlığında belə sönməyən iş masalarının üzərində. Bu səs yaranan gücün, möhkəmlənən dayanıqlığın səsidir. Bu gücün qaynağı iradədir. Onun dayağı isə milli müdafiə sənayesidir. Müstəqillik dövründə inkişafını gördüyümüz müdafiə sənayesinin təməlləri hələ Sovet dönəmində ümummilli lider Heydər Əliyevin uzaq görən siyasəti ilə qoyulmuşdu. 1975-80-ci illərdə tərtib olunmuş plana əsasən Azərbaycanda ondan çox müdafiə təyinatlı zavod və müəssisə açılır. Onlardan Ulduz, Azon, Araz, Alov, Mikrosxema Texnika, robot zavodu Azərbaycanın müdafiə sənayesinin gələcəyinə birbaşa təsir etdi. Lakin SSR-nin dağılması ilə birlikdə bu sənaye strukturları da fəaliyyətini demək olar ki dayandırdı və uzun illər boyu inkişaf və istehsalatdan tamamilə kənarda qaldı. Müstəqil dövlət kimi bu 2 il müddətində Azərbaycan Respublikası öz müdafiə qüvvələrini yaratmalıydı. Öz ordusunu yaratmalıydı. 1993-cü ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, müdafiə və təhlükəsizlik sahələrində, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində ciddi dönüş yarandı. 2003-cü ildə ordunun hərbi texniki bazasını gücləndirmək və bu sahədə kənar asıllılığı azaltmaq məqsədi ilə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair dövlət proqramının təsdiq edilməsi ilə Respublikanın müdafiə sənayesinin inkişafının yeni mərhələsi başlandı. Ümummilli liderin təhlükəsizlik siyasəti və ordu quruculuğu ilə bağlı başladığı işləri möhtərəm prezident cənab İlham Əliyev uğurla davam etdirdi. Ölkənin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatında idxaldan asılılığının azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının müdafiə sənayesinin hazırlığı yaradıldı. Və beləliklə Azərbaycanın müdafiə sənayesində yeni bir səhifə açıldı. Nazirliyin fəaliyyətə başlaması ilə müdafiə sənayesində planlı və mərhələli inkişaf prosesi start götürdü. İlkin mərhələdə əsas diqqət mövcud texnikanın yenilənməsinə, istehsal infrastrukturunun bərpasına və sınaq sistemlərinin formalaşdırılmasına yönəldildi. Qısa müddət ərzində artıq ilk Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsullar, Zəfər tapancası, PKM pulemyotu, İstiqlal snayperi və mübariz tüfəngi hazırlanaraq beynəlxalq platformalarda təqdim olundu. Növbəti illər Azərbaycan müdafiə sənayesində sıçrayış illər oldu. Müxtəlif ölkələrin aparıcı şirkətləri ilə əməkdaşlıq çərçivəsində alınmış müasir texnologiya və avadanlıqlarla təchiz olunan 50-dən çox yeni istehsal sahələri yaradıldı. Atıcı silahlar və onların patronlarının, tapanca, avtomat, pulemyot və toplar üçün müxtəlif kalibrli lülələrin, zirehli döyüş maşınları, tank və artilleriya topları üçün müxtəlif atəş yığımlarının istehsalı, qumbara atanların və min atanların atəş yığımlarının doldurulma sahələri, optik cihazların lisenziya və istehsal texnologiyaların alınması ilə istehsalı mənimsənildi. Müxtəlif çaplı, qısa və uzaq mənzilli mina atanlar, tank əleyhinə silahlar, qumbara atanlar, idarə olunan raket sistemləri, artilleriya və tank mərmiləri, kəşfiyyat, zərbə və müşahidə tipli pilotsuz uçuş aparatları, pualar istehsal olunmağa başlandı.
2009-2011-ci illərdə İsraillə əməkdaşlıq çərçivəsində Azad Sistem İstehsal Mərkəzi yaradıldı. Burada Orbiter 2M kəşfiyyat puaları, sonradan isə Azərbaycan brendi olan İtiqovan istehsal olunmağa başlandı. Bu pualar 2016-cı ilin aprel döyüşlərində və 2020-ci ilin Vətən müharibəsində uğurla istifadə olundu. Görülən işlərə ali qiymət isə möhtərəm prezident cənab İlham Əliyevin özü tərəfindən verilmişdi. Mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox atda hərbi təyinatlı məhsul istehsal edilir. O cümlədən ən müasir məhsullar. 2014-cü ildən etibarən bu günədək hər 2 ildən bir Bakıda keçirilən ADEX sərgiləri Azərbaycanın öz hərbi sənayesini dünyaya təqdim etdiyi meydan oldu. Eyni zamanda Azərbaycan istehsalı məhsullar İDEF Türkiyə, İDEX Birləşmiş Ərəb Əmirlikləri, DİMDEX Qətər, Euronaval Fransa və digər nüfuzlu sərgilərdə nümayiş olundu. Bu illər yalnız inkişaf deyil, həm də qürur dolu nailiyyətlər gətirdi. İllərin gərgin əməyi nəhayət öz bəhrəsini verdi. 30 il torpaqları işğal altında olan ölkəmiz üçün o an nəhayət ki yetişdi. 2020-ci il sentyabrın 27-sində əks hücumla başlayan Vətən müharibəsi 44 gündən sonra 8 noyabr tarixində zəfərlə başa çatdı. Müzəffər Ali Başkomandan cənab İlham Əliyevin ardıcıl və qətiyyətlə həyata keçirdiyi uğurlu siyasi, iqtisadi, hərbi və diplomatik strategiyası nəhayət öz töhfəsini verdi. Vətən müharibəsində torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda silahlı qüvvələrin silah, hərbi və xüsusi texnika ilə təmin edilməsi naminə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri gücləndirilmiş iş rejimində çalışdı. Həmçinin Nazirliyin 72 işçisi döyüşlərdə iştirak etdi. 3 əməkdaşımız isə şəhidlik zirvəsinə ucaldı. Bizim şanlı Vətən müharibəmiz bildiyiniz kimi onun hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərdə də tədqiq edilir. O cümlədən pilotsuz uçuş aparatlarının tətbiqi. Müharibədə bunu birinci məhz biz tətbiq eləmişik. Bugün bunsuz müasir müharibələri təsəvvür etmək mümkün deyil. Yəni bunun təməlini biz qoymuşuq və bugün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin verdiyi fərmana əsasən Azərsilah Müdafiə Sənayesi Holdinqi qapalı səhmdar cəmiyyəti yaradıldı. Azərsilah Holdinq Azərbaycanın müdafiə sənayesində vahid güc mərkəzi kimi formalaşan sənaye müəssisəsidir və əsas məqsədi milli silah istehsalını inkişaf etdirmək, həmçinin ordunun texniki müstəqilliyini təmin etməkdir. Azərsilahın yaradılması ilə müdafiə sənayesində təkcə struktur dəyişiklikləri aparılmadı. Eyni zamanda istehsalın texnoloji əsaslarla yenilənməsinə yönəlmiş yeni inkişaf mərhələsi başladı. Bu mərhələnin konkret və mühüm nəticələrindən biri 122 mm çaplı artilleriya sursatının istehsalı sahəsində həyata keçirilən texnoloji yenilənmələr oldu. 2023-cü ilin ikinci yarısında istehsal texnologiyaları yeniləndi. Zavodun istehsal gücü 12 dəfə artırıldı. Əvvəllər çubuq materiallarının mexaniki emalı əsasında formalaşdırılan artilleriya sursatlarının gövdə istehsalı prosesi tamamilə dəyişdirilərək isti ştamplama metoduna keçirildi və bununla da istehsal səmərəliliyi 10 dəfəyədək yüksəldi.
Eyni dövrdə yeni nəsil müdafiə həllərinin hazırlanması istiqamətində də ardıcıl işlər aparıldı. Yüksək manevr qabiliyyətinə malik, məsafədən idarə olunan su-üstü zərbə platformaları, sahil və liman ərazilərinin müdafiəsi, kiçik dəniz hədəflərinə qarşı əməliyyatlar və dəqiqliklə yönləndirilən zərbə tapşırıqları üçün hazırlandı. Bununla yanaşı, lazer texnologiyalarına əsaslanan müasir müdafiə sistemləri formalaşdırıldı. Bu sistemlər pilotsuz uçuş aparatları, kiçik hava hədəfləri və müşahidə vasitələrinə qarşı real vaxt rejimində operativ reaksiya imkanları yaradaraq müdafiə sənayesində aparılan texnoloji yenilənmələrin miqyasını nümayiş etdirir. Müdafiə sənayesinin genişlənməsi yalnız istehsal gücünün artması ilə məhdudlaşmır. Bu inkişaf eyni zamanda yeni nəsil mütəxəssislərin hazırlanmasını, elmi tədqiqat mühitinin gücləndirilməsini və qabaqcıl texnologiyalarının formalaşdırılmasını tələb edir. Bu məqsədlə Müdafiə Sənayesi Nazirliyi və Azərsilah tərəfindən DFH platforması yaradılıb. Platforma çərçivəsində müdafiə sənayesi üçün ixtisaslı kadrların hazırlanması ilə yanaşı, yeni texnologiyaların işlənməsi və hazırlanması, tətbiqi tədqiqatların aparılması, texnoloji layihələrin inkişafı və innovasiya mühitinin formalaşdırılması istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Biz çox güclü hərbi sənaye kompleksi yaradırıq. Artıq bunun birinci mərhələsi başa çatdı. İkinci mərhələsi daha geniş miqyaslı olacaq. Təkcə bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı 1 milyard manat sərmayə qoyulacaq və biz özümüzü bundan sonra daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcəyik, daha böyük həcmdə ixrac edəcəyik və bu sahədə də müəyyən dərəcədə, deyə bilərəm ki, böyük dərəcədə xarici asılılıqdan canımızı qurtaracaq. Necə ki, siyasi sahədə, iqtisadi sahədə bizim xarici təsirə məruz qalma şansımız sıfıra bərabərdir. Çünki biz müstəqil siyasət aparırıq. Müdafiə sənayesində yeni inkişaf mərhələsi rəqabətin genişlənməsini və innovasiyaların sürətlənməsini ön plana çıxartdı. Bu məqsədlə 2024-cü il 17 avqust tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq fərmanla özəl sahibkarlıq subyektlərinin müdafiə sənayesinə cəlb olunması üçün hüquqi mexanizmlər müəyyən edildi. Bu fərman özəl şirkətlərə hərbi təyinatlı məhsulların layihələndirilməsi, istehsalı və ixracı sahəsində fəaliyyət göstərmə imkanı yaradaraq dövlət özəl əməkdaşlığının institusional əsaslarını formalaşdırdı. Bununla yanaşı, onların fəaliyyətinin təşviq edilməsi məqsədi ilə qanunvericilikdə vergi tutma və gömrük tariflərinə münasibətdə bir sıra azad olmalar tətbiq olundu. Ölkə başçısının iradəsinin məntiqli davamı olaraq özəl şirkətlərə Müdafiə Sənayesi Nazirliyi tərəfindən lisenziyaların verilməsinə, özəl şirkətlər tərəfindən isə öz növbəsində hərbi təyinatlı məhsulların layihələndirilməsinə və istehsalına aktiv şəkildə başlanıldı. İstehsal edilmiş məhsullar beynəlxalq müdafiə sərgilərində nümayiş olunaraq xarici tərəfdaşların ciddi marağına səbəb oldu. Eyni zamanda bu yaxınlarda biz bu sahəni özəl sektor üçün də açmışıq. Çünki bu istiqamətdə ən böyük uğurlar əldə etmiş ölkələrdə hərbi təyinatlı məhsullar məhz özəl şirkətlər tərəfindən istehsal olunur. Ona görə biz də burada lisenziyaları verməklə özəl sektoru cəlb eləmişik. Eyni zamanda mənim tərəfimdən də onlara çağırış olub və bugün özəl şirkətlər artıq hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olmağa başlamışlar. 2025-ci ildə
Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar regionda yeni siyasi mərhələnin formalaşdığını göstərdi. Bu prosesdən sonra Azərbaycan Amerika Birləşmiş Ştatları münasibətlərində də əməkdaşlıq xətti daha fəal və institusional mərhələyə keçdi. Prezident İlham Əliyevin xüsusi diqqətində olan bu istiqamət, o cümlədən müdafiə sənayesi sahəsində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq imkanlarının genişlənməsini gündəmə gətirdi. Bu uğurlu xətt Avropa və digər regionlar üzrə də ardıcıl şəkildə davam etdirilir. Bu beynəlxalq etimad və əməkdaşlıq mühiti eyni zamanda müdafiə sənayesinin ixrac potensialının genişlənməsinə də şərait yaradıb. Bugün Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsullar ondan çox Afrika ölkəsi də daxil olmaqla bir sıra xarici dövlətlərə ixrac olunur. Dəmirin səsi əvvəlcə bir zərbənin, bir xəttin, bir alətin səsi idi. Zaman keçdikcə bu səs yüksəldi. Artıq bir zavodun deyil, bütöv bir sənayenin ritminə çevrildi. Bu ritm ideyaların texnologiyalara, zəhmətin gücə çevrildiyi və Azərbaycanın müdafiə sənayesinin yüksəlişini bəyan edən səsdir. Bu səs Azərbaycanın müdafiəsini gələcəyə daşıyan dayanıqlı gücdür. Bu səs dayanmayacaq.